Telefona başı bu şəkildə əyib baxmağın ciddi boyun problemlərinə səbəb olduğunu bilirdinizmi? Bəli, nəinki telefon, planşet və notebookda saatlarla bu şəkildə işləyən insanlarda bir müddətdən sonra boyun ağrıları formalaşmağa başlayır. Çünki başı aşağı əyilmiş şəkildə saxlamaq boyun əzələlərini gərginləşdirir. Çiyinlərdə daş kimi sərtlik, kürəyə və qollara yayılan ağrı hissi olunur. Uzun müddət davam edərsə, boyun hissədə protuziya, hətta qrijaya belə səbəb ola bilir. Əgər belə bir problem yaşayırsınızsa, hər 20 dəqiqədən bir boynunuzu sağa, sola və geriyə doğru hərəkət elətdirin. Telefona başı aşağı şəkildə deyil, gözünüzün səviyyəsində baxın. Evdə yaxud da ki, idman salonlarında boyun və kürək əzələlərinizi gücləndirən məşqlər edin. Əgər bunları etməyinizə rəğmən hələ də ağrılarınız varsa, təbii tərkibli bitkilərdən hazırlanan Flexiforce tablet və gellərindən istifadə edə bilərsiniz. Flexiforce bildirim ki, dərman deyil, bitki tərkibli qida əlavəsidir. Məsələn, Flexiforce gelinin tərkibində hamınızın tanıdığı kamfora, istiotlu nanə, lavanda, evkalip yağı və bunlarla yanaşı qığırdağın əsas tikinti maddəsi olan glukozamin sulfat, xondroitin sulfat və hidroliz olunmuş kollagen var. Bu maddələr həmçinin Flexiforce tabletinin tərkibində də var. Bu məhsulla birlikdə istifadə olunduğu zaman qan dövranını yaxşılaşdırır, oynaqları qidalandırır, ağrıları aradan qaldırır, zədələnmiş oynaqlarda iltihab və duzlaşma əlamətlərini azaldır və hərəkət qabiliyyətini də yaxşılaşdırır. Flexiforce gel bu mərhələdə xaricdən, Flexiforce tablet isə daxildən sizə dəstək olacaq. Gələk indi də məhsulun istifadəsinə. Deməli, geli gündə 2-3 dəfə ağrıyan hissəyə vurub masaj edirsiniz. Tableti isə 18 yaşdan yuxarı hər kəs gündə bir dəfə qəbul edə bilər. İtaliya istehsalı olan Flexiforce tablet və gelini bütün apteklərdən əldə edə bilərsiniz.